Axşamınız xeyir olsun, hər kəs salamlayıram dostlar. Efiri bəyənin, paylaşın. Mən məcbur bu gün naşting taxıb efirə çıxmalı olacağam. Niyə? Çünki belə naştingsiz olanda mən baxırdım bu efirdə xışıltı gəlir, sonradan buna mən fikir vermişəm. Demək canlı yayımda olanda sonradan efirə xışıltı gəlirdi. Ona görə bu gün naştingdən istifadə edəcəm və bu xışıltının qarşısını almaq və ümid edirəm ki bu demək bu xışıltı aradan qalxacaq. Nəysə dostlar, demək nədən danışmaq istəyirəm? Bilirsiniz ki, mən bir neçə gündür bu blogerlərin birləşməsi əvvəlki qaydada blogerlərin birləşməsi həqiqətən bu hakimiyyətin, ümumiyyətlə tək blogerlərin yox, birlik hakimiyyətin ən böyük qorxularından biridir. Fərqi yoxdur. Blogerlər birləşsin və yaxud da ki, hansısa bir etiraz etmək istəyən bir kütlə birləşsin, dərdi olan, nə bilim, hansısa bir 5 dənə qazi birləşsin. Bu birləşmək ümumiyyətlə, bunu mən həmişə demişəm, yenə deyirəm, and içirəm, dəfələrlə təkrar edirəm ki, birləşmək teması hakimiyyətin ən qorxulu yeridir, ən böyük narahatçılığıdır. Yəni, baxın, görürsünüz, demək, mən bugün Orxan Ağayevdən, indi birazdan qoşulacaq Orxan Ağayevdə, hakimiyyət artıq başlayıbdır xaricdə danışan insanları məhkəməyə vermək. Məni, Orxanı və digər blogerləri məhkəməyə verdilər, cinayət şəxslər, hətta yaşadığımız ölkələrdən bizim deportumuzu, ekstradisiyamızı tələb elədilər. Təbii ki, yaşadığımız ölkə İlham Əliyevin o Azərbaycanı və yaxud da banan ölkəsi deyil ki, yəni durub kimisə siyasi Amma İlham Əliyev yenə də əl çəkmir dostlar. Niyə görə əl çəkmir? Mən bundan öncəki canlımda da dedim. İlham Əliyev ona görə əl çəkmir ki, bugün Azərbaycanda danışan kim varsa, xalqın problemlərini işıqlandıran kim varsa, etiraz edən kim varsa, hamısını tutub öz həbsxanasına basıbdır. Ona görə bugün Azərbaycan xalqı, siz baxın, bugün danışan kim qalıbdır ortada? Kim qalıb? Ancaq xaricdən İlham Əliyev hakimiyyətinə qarşı danışanlar qalıbdır. Sadəcə bu insanlar qalıbdır. Bunları da İlham Əliyev susturmaq üçün. Burada demək iki məqsəd var. Burada həm bizi qorxutmaq, həm də xalqı qorxutmaq. Təbii ki, biz qorxmuruq, qorxmayacağıq da. Amma baxın, blogerlərin məhkəməyə verilməsi, cinayət işi açılması, nə bilim iş verilməsi, birinə 9 il, birinə nə bilim 12 il, birinə 14 il. Bunlar hamısı ay millət. Bunlar hamısı nədir? Bunlar hamısı odur ki, xalq, hakimiyyət xalqa bir gözdağı verməyə çalışır. Ki, baxın ha, bütün ümumiyyətlə müxalif fikirli olanlar, fərqi yoxdur, ya Azərbaycanda, ya da ki, xaricdə yaşayan olsun. Xüsusən də xaricdə. Məsələn, İlham Əliyev özü də yaxşı bilir, onun ətrafı da yaxşı bilir ki, hər il Azərbaycanı dostlar, yüzlərlə, minlərlə insan tərk edir, xüsusən gənclər tərk edir. İlham Əliyev yaxşı bilir ki, bu insanlar niyə görə gedir? Bu insanlar İlham Əliyevin xaraba günə qoyduğu ölkədən canını qaçıb qurtarmaq üçün gedir. Kimisi ailəsinə bir tikə çörək qazanmaq üçün, kimisi siyasi baxışlarına görə gedir, kimisi, nə bilim, Azərbaycanda onun başına oyun açıblar. İlham Əliyev bunu yaxşı bilir. Və buna görə də bugün blogerlərə, hansı ki, qorxmadan, çəkinmədən
hakimiyyəti da, nə bilim, da hər cür palçıq eləyən, ayaqlar altına atan hakimiyyəti ifşa eləyən bu blogerləri belə bu cür qorxutmağa çalışırlar. Həm də o insanlara, xalqa göz dağı verməyə çalışırlar ki, baxın ha, baxın blogerləri məhkəməyə vermişik, cinayət işi açmışıq, iş vermişik. Onları məsələn hərdən bir deputatları hürdürürlər. Elman Nəsrov kimləri hürdürürlər ki, bax filan kəsi gətirəcəyik, blogerləri, söyüş müxalifətini, nə bilim nəyi gətirəcəyik. Bunlar hamısı ay millət, sizi inandırım, %100 sizə deyim ki, bunlar hamısı göz dağı vermək üçündür, qorxutmaq üçündür. Cəmaatın içində bir qorxu salmaq üçün olan bir şeylərdir. Başa düşürsünüzmü? Bunlar hamısı cəmaatı qorxutmaq üçündür. Məsələn, ən böyük bu gün blogerlərdir, ən böyük İlham Əliyevin düşməni, belə deyim də. Ən böyük İlham Əliyevə problem yaradan bizik. İlham Əliyev də oturub fikirləşir ki, bunları belə şey eləsə, xalq oturub fikirləşir ki, bunları belə ellər, sabah bunları gətirəcək. Bilirsinizmi? Cəmaatın gözünü qırmaq üçün. Hamısı cəmaatın gözünü qırmaq üçün, ay millət. Və həm də onu hesablanım ki, mən sizə deyim. İlham Əliyev həm də oturub bu məhkəmə oyunlarından bu insanların birləşməmək üçün, parçalanmaq üçün, dağılmaq üçün həm də bu məhkəmə prosesini başladıb ki, qoy getsinlər, başları qarışsın, birləşməsinlər, bir araya gəlməsinlər. Çünki bu DTX, bu hakimiyyət yaxşı bilir ki, bu blogerlər birləşib bir araya gəlsə, yerindən oynayacaq. Hakimiyyət yaxşı bilir ki, bu blogerlərin birləşməsi hərəsi bir ideyada, hərəsi bir ağılda, hərəsi bir düşüncədə, hərəsi bir nə bilim, hərəsi bir hansı ki, xalqı yol çəkəcək şeydə olanlar, düzgün yola çəkəcək olan insanlar. Bu başlar bir araya gələndə, xalqı o hakimiyyətin sözü var, həmişə demişəm, trolların sözü. Xalqı qızışdıracaqlar əməlli başlı. Bunların qorxusu budur. Bugün and olsun Allaha deyirəm, hakimiyyətin ən çox qorxduğu birləşməkdir. O birləşməyə mən başlamışam artıq. Yalvar yaxar eləyəcəm dostlara, tanışlara, blogerlərə, yeni insanlar, sizin tanımadığınız insanlar, hamısına çağırış eləyəcəm, gəlin birləşəyin. Ən azı hər gün bir dəfə canlı yayım açacağım birlikdə. Çünki hamı, dostlar, hamı fərqli düşünür. Hamının insanların beyninə ayrıca bir, belə deyim də, taktika yeritmə şeyi var. Like düyməsini basın, dostlar, paylaşın. Bugün mən üstündə dururam, 100 dəfə, 1000 dəfə təkrar eləyəcəm ki, buradan blogerlər birləşməlidir. Birləşməlidir, vəssalam. Və bizim bugün əsas hədəfimiz İlham Əliyev hakimiyyətdir. Mənim şəxsən hədəfim İlham Əliyev hakimiyyətdir. Ölkədə Quran haqqı adam baxır, ürəyi ağrıyır. Çox pis vəziyyətdir, ay millət, çox pis bir vəziyyətdir. Ölkədə baxıram, demək bir video paylaşmışam, həm də baxdım qabıma çıxdı, yüklədim, paylaşdım Instagram Diktator TV-də. Sosiallığa müraciət edib, gəlib deyir, həyətində deyir, 2 dənə it var deyir. Həyətində 2 dənə it oldu, o da qonşunun it olubdu. Həyətində 2 dənə it olduğuna görə adamın sosialını kəsiblər.
Həyətində bir dənə toyuğu var, ona görə sosialını kəsiblər. Gör nə cür ölkədə məzələnirlər. Amma araşdırsan, baxsan görəsən ki, sosialı kimə verirlər? Sosialı məmurlar. O sosial verdiyi insanlar hamısı məmurlardır. Salamlayıram Orxan. Uzun zaman idi birlikdə canlı yayım açmırdıq. Həqiqətən xoş oldu. İnsanlar bunu görmək istəyir Orxan. Həqiqətən inandırım səni, görmək istəyirlər. Blogerlərin yenidən bir araya gəlməsi. Bu həm xalq istəyir, həm də hakimiyyət bəlkə narahatdır. Mən sənə şəxsi də demişəm, narahat olan insanlar var. Çox narahat olan insanlar var. Mən video çəkib paylaşmışam ki, bəs blogerləri birləşdirmək üçün əlimdən gələni eləyəcəm. O əvvəlki blogerlərin içində bəlkə də 1-2 nəfər olmaya bilər. Amma sayımız daha çox olacaq. Yeni insanlar cəlb edəcəm. Və bizim birləşməmiz burada həm də o yerinə düşər ki, Orxan, bilirsən ki, bugün sənə və digər şəxslərə saxta yenə məhkəmə, cinayət iş veriblər, 9 il, 14 il, neçə il. Bunlar hamısı, mən belə fikirləşirəm ki, bunlar hamısı xalqı qorxutmaq üçündür, xalqın gözünü qırmaq üçündür ki, həm Azərbaycanda, həm də Azərbaycandan başını götürüb gələn o Almaniyanın kamplarında qalanlar var ha. Hansı ki, bir çoxu elə İlham Əliyevə görə qaçıb gəlibdir. O insanların gözünü qırxmaq üçün ki, bax, getmirsən Almaniyaya və yaxud da, nə bilim, Fransaya, sakit dur, danışma, bax. Hərdən birdən deputatları da çıxarıb hürdürürlər ha, ki, bax, blogerlər gətirəcək, hamısını gətirəcək. Cəmaatın gözünü qırmaq ki, baxın ha, qorxun ha. Bax, Orxanı həbs elədik, bu dəfə belə, gələn dəfə həqiqi həbs falan filan. Görürsənmi? Salamlayıram ana, sənə də, izləyiciləri də salamlayıram, hər birinizi. Blogerlər, tək blogerlər deməzdim. Yəni, mühacirlər ümumiyyətlə Avropada birləşməlidir, əgər həqiqətən də bu insanlar siyasi sığınacaq üçün başlayırlarsa, siyasi sığınacaq istəyiblərsə, hər hansı bir Avropa ölkəsindən fərq olmaz. Bu insanlar birləşməlidir. Düzdür, bizim birləşməyən, mən şəxsən indidən deyirəm, məni söyən, yaxud da mən söydüyüm insanla heç vaxt birləşmərəm. Hansı ki, o qırmızı xəttləri mən o insana qarşı keçmişəm, o insanlar mənə qarşı keçib. O insanlar xaric istənilən bloger olsun, aktivist olsun, mən hər zaman birləşməyə hazıram. Hansı ki, o insanlar ki, bizim qırmızı xətti bizi keçiblər, yəni ana, həyat yoldaşı, uşaq və o insanlar düşünməsinlər ki, biz onları nə vaxtsa bağışlayacaq, xeyr. Onların lazım olan vaxtı hüquq müstəvidə biz məsələləri həll edəcəyik onları. Amma beləsinə Avropada yaşayan hər bir mühacir fərq eləməz. Onları bir yerdə olmaq, onlarla aksiyalar eləmək, onlarla bir yerdə təşkilatlanmaq, nə bilim, istər Avropa parlamentində çıxış eləmək, Avropa parlamentinin önündə aksiyalar keçirtmək, hər zaman hazırıq. Mən öz adımdan danışıram, Orxan Ağayev olaraq. Təşkilatlanmaq lazımdır. Mən şəxsən heç bir təşkilatın üzvü deyiləm. Bildiyimə qədər Manav, sən də o təşkilatın üzvlərindən deyilsən. Heç bir partiya, heç bir təşkilat. Yəni, qardaş, bir günləri şahidiyik ki, Avropada təşkilatlar bu günləri hansı işləri görürlər? Bu günləri, qardaş, 5 nəfər, 10 nəfərlə sənin partiya yaxud da hansısa təşkilatın varsa, o təşkilatın üzvləri 200-300 nəfərdirlərsə, 5-6 nəfərlə aksiya keçirtmək ayıbdır. Ən azı ayıbdır bu. Başa düşürsünüz? Çünki siz vaxtı ikən aksiya keçirdəndə o listələr var, atlar var, oturum aldıqlarınız atlar var ha.
Günləri o adamlar hardadır? Yəni demək istəyirsən ki, o təşkilatın böyük bir nümayəndə heyəti var, amma mitinqə gəldikdə çox az sayda Niyə? ortaya çıxırlar. Niyə? Mitingi kim keçirdir? Mamaq Cəlilzadə. Yaxud da Orxan Ağayev. Bizim neyimizə lazım? Bizim neyimizə lazım? Qardaş, bunlara oturum maraqlıdır. Başa düşürsən? Bu günləri Azərbaycan xalqının güzaranı maraqlı deyil ki. And ola Allaha bu adamlara oturum lazım olmasaydı, bu günləri Avropada nə qədər siyasi mühacir tanıyırsan, sən şəxsən özün, mən şəxsən özüm, oturum alandan sonra bunlar hara giriblər? Hardadılar? Siyasi sözünün yanında, S hərfinin yanında harda yer alırlar? Hətta aramızda olan bəzi insanlar da var, olubdu. Hardadılar da bu şəxslər? Siyasi oturum alıb, mənə deyim də, siyasi arenadan çəkilib, öz işimi qurum, öz biznesimi yaradım, öz ailəm xoşbəxt olsun, öz uşağım xoşbəxt olsun, nə bilim, mənə nə, Azərbaycan xalqı necə qırılır, qırılsın. Elə əsl vətən xainləri olardı Orxan, ən satqınlar. Mübarizə aparanda, meydanlara çıxanda, bəs deyirdin ola biz ölsək də, qalsaq da. Kəfənimizi geyinmişik. Kəfənimizi geyinmişik, zırt pırt. Biz Azərbaycan xalqının üçün danışırıq. Hə? Hani? Niyə danışmırsınız? Maygüllər. Hardasınız? Bax, mənə təsir eləyən odur ki, Manav, bu günləri sənə hücum olunanda, mənə hücum olunanda, qardaş, bu adamlar yox olublar. Bu adamların səsləri yox, belə nəfəslərini sən hiss edəmsən. Bu günləri bu insanlar oturum üçün bu mübarizədə iştirak edən adamlardır. İdilər və yaxud da var idilər. Durub bunlara deyəndə ki, hardaydınız, hardasınız, belə dilləri çıxır. Biz Azərbaycanda mübarizə aparmışıq. Adama yandıran odur ki, Azərbaycanda mübarizə aparan oğlan bu günləri Avropada niyə aparmırsan bunu? Nə dəyişdi? Avropada demirsiniz ki, rahatdır danışmaq, hasaddır danışmaq. Danışın da. Mən danışım, Manav danışsın, Qabil danışsın, digər blogerlər danışsın. Biz olaq mişin, biz olaq hədəf, bizi də vursunlar, öldürsünlər. Siz əlinizə, ayağınıza xına yaxın, deyin ki, mənim balalarım yaxşı yaşasın. Başa düşmürəm, hə? Sizin ailəniz ailədir, balalarınız baladır. Biz kartoşka soğan mı saxlayırıq? Hə? Bizim evladımız necə olsun? Necə olsun da? Mənim, belə deyim də, nətər deyim, elə mən hər şeyimi bunlar üçün qurban verməliyəm bana. Və bugün Orxan, biz çağırış eləyirik Avropada yaşayanlar və yaşlı Azərbaycanda bildik. Avropada bugün yaşayanlar var Orxan, açıq şəkildə deyirəm. Cəbhəçilər var, çoxsunda oturum var. Və bilirsən ki, Orxan, bu yaxınlarda İlham Əliyev hakimiyyəti Heydərin ölüm günündə, corbacor olduğu gündə, atasının ölüm günündə Əlibəyi həbsxanada öldürtdürdü. O da bir cəbhəçi idi, cəmi 24 yaşı var idi. Yəni, anası, atası olmayan bir yetim uşaq idi, nənəsinin himayəsində böyümüş bir gənc bala idi. Onu narkotikdən tutmuşdular və həbsxanada öldürdülər. Mən buradan çağırış eləyirəm. Cəbhəçilərə və qeyri-cəbhəçilərə, Avropada yaşayanlara, vətən fədaisi özünə deyənlər, İlham Əliyev rejiminə qarşı mübarizə aparanlar. Çağırış eləyir adam, çağırış eləyirəm, birləşməyə çağırıram. Gəlin, birləşəyin, yeni bir SBB yaradağın, yeni bir qrup yaradağın və bu qrupun şərtləri var. Bu şərtlər daha əvvəlki kimi olmayacaq, Orxan. Mən çox şey demək istəmirəm. Pul üçün, dərdi pul üçün oyun oyna, elə bir şey olmayacaq. Şəxsən deyirəm, şəxsən həmin adam kim olacaqsa, damğa, vətən xaini damğası ən ağır söyüşlərlə bu qrupdan uzaqlaşdırır. Xalq onu tanıyacaq ki, bu adam bundandır
Hakimiyyətə satıldı, hakimiyyətin qucağında oturubdu. Heç kim girib sonra pul alıb çıxıb dağıtmaq fikrində ola bilməyəcək. Bunu mən əminliklə deyirəm. Çünki mən bilirəm, dünən efimdə dedim. Mən buraya başda olmaqla Orxanı çağırıramsa, bilirəm ki, Orxan nə qədər təmizdir. Mən buna başım qədər cavab deyirəm ki, Orxan heç vaxt satılmaz. Heç vaxt mümkündür bu adam pul qarşısında sınmayıb, sınmayacaq. Mən başıma belə insanlar, ətrafıma belə insanlardan birləşməyə istəyirəm. Orxandır, digər insanlara müraciət olunacaq. Hansı ki, adam bilirsən ki, bu adam heç vaxt pula satılmaz. Amma təəssüflər olsun ki, də çox dəyinmək istəmirəm. Dərdi sarı pul olanlar var, Orxan. Amma Evet. digər tanımadığımız insanlar da var ki, Orxan, məsələn, Almaniyada olsun, yaşayanlar var. Məsələn, misal çəkə bilərəm. Elvin Şıxəliyev qardaşımız, Əlil, Gözdən Əlil. Belə insanları mən yığacam başıma. Anar Rzayev var, o da İsveçrədə mənlə bərabər vuruşan əqidəli qardaşdır. Heç vaxt pula satılmayacaq bir dostdur, tanışdır. Digər belə insan və buradan izləyənlər var Almaniyadan. Həqiqətən də düşünürsə ki, Bilirsən, mənə bağışla sözü banlan kəsim. Elvin Şıxəliyev gözdən əlil adamdır. Qurban olaram sənə. Və o gözdən əlil olmağına baxmayaraq, o bəziləri var, bura gəlib, ay mən siyasiyəm, sonra siyasi arenadan yox olanlar var ha. İnancı ki, elələri onu Elvin Şıxəliyevin yanında toz olub gedə bilməz. Adamı görmür ha. Adam qəlbi ilə savaşır. Adam digər ölkəyə gedir aksiyaya. Bilirsən ki, adamın hədəfi var. Adamın hədəfi. İçində nifrət var bu rejimə qarşı. Asla. Elvin İsayevlə bağlı mənə sual verdilər. Elvin İsayev yaxşıdır, qaytarıblar, zondadır. Yaxşıdır, yəni narahat olmayın. Elvin İsayev çox narahat olmayın. Allah qapısını açsın. Görürsüz? Dostlar, birləşmək zamanıdır. Orxan, mənsə bilirsən, özün məndən də yaxşı bilirsən ki, hakimiyyətin ən çox qorxduğu nədir, Orxan? Birləşmək. Çünki hakimiyyətin, bax, bilirsən ki, Orxan, bugün istər media olsun, istər danışan olsun, istər etiraz edin, kim varsa Azərbaycanı tutub İlham Əliyev basıb türməyə də, bilirsən bunu sən bilir. Bugün İlham Əliyevin qorxduğu kimdir? Xaricdəki bu danışanlar da, mühacirətdə olanlar. Niyə görə cinayət işi açırlar? Qorxutmaq, susturmaq üçün. İnsan düşün ki, bu insanlar birləşsə nə olacaq? İlham Əliyevin böyük bir ciddi təhlükədir da. Böyük bir təhlükədir, həqiqətən deyirəm. Çünki İlham Əliyev yaxşı bilir ki, Orxan, biz birləşsək, xalq da birləşəcək bizə baxıb da. Bəli, Avropada yaşayan bütün mühacirlər birləşməlidir. Bu başlıca hədəfdir bu. Və Birləşmə. Hədəfdə fərqi yoxdur. Almaniyada yaşayırsan, Hollandiyada və yaxud da Belçikada fərqi yoxdur. İsveçrədə, Fransada, harda olursan ol və orada birləşib, məsələn də bilirlər Hollandiyada aksiya varsa, Hollandiyada kim gedə bilir? Gedəcək Hollandiyaya. Kim Fransaya gedə bilir? Gedəcək Fransaya. Biz hər gün miting, aksiya, Avropanın gözünü alışdırmalıyıq ki, Azərbaycanda həqiqətən də repressiya var və bu durmadan da davam edir. Repressiya yox, cinayət var. Konkret şəkildə Orxan, bunu biz Avropaya, insan hüquqları təşkilatlarına, yaşadığımız ölkələrə gözünə soxmalıyıq ki, Azərbaycanda bir terror rejimi var. Həbsxanada İlham Əliyev artıq bir əyləncəyə çeviribdir. Yaxınlarının ölüm gündə, doğum gündə hansısa bir siyasi fəali öldürür. Bu bağışlanmaz bir cinayətdir. Bunun qarşısını almalıyıq. Sabah Orxan Elbəyə olan, dünən Elbəyə olan sabah kim sənə zəmanət verə bilər ki, sabah səni olmayacaq, məni olmayacaq, başqasını olmayacaq? Əlbəttə ki. Bunu durdurmalıyıq, yoxsa yox? Söhbət bundan gedir də. Bəs təşkilatlanmaq lazımdır və bu təşkilatlar bir-birləri təşkilanmalıdır. Bunların, qardaş, bu təşkilatları siz elə beləsinə almayın, evəcə. Bu təşkilatları hərəsi siyasına baxsa 200-300 nəfər adamı var, bu təşkilatların. Başa düşürsən? Bu 200-300 nəfəri elə belə qıraqda saxlamaq olmaz. Bunlar bizə mitingdə lazım deyil bu adamlar. Aksiyada lazım deyil bu insanlar bizə. Mən bunu çəkim, saxlayım bölümdə, buna heç də eləməsinlər. Yoxdur belə bir söhbət. Başa düşdünüz? Yoxdur bu. Hamı gəlməlidir meydana. Hamı meydanda olmalıdır.
sənli, mənli. Xeyr olaya mı? Manav miting, Manav atası üçün keçirtmir mitingi. Orxan atası üçün keçirtmir bu mitingləri. Orxan belə keçirdir, ya Manav keçirdir ki, Azərbaycan xalqı xilas olsun. Mənim neyimə lazım? Və siz niyə təşkilatlar dəstək vermirsiniz? Hansısa bir jurnalist götürsün, bir aksiya keçirsin. Jurnalistin adınadır deyənə getmirlər. Mən getmirəm. Hansı təşkilatlara bilirsən, adını burada istəmirəm açıqlandırın. Niyə? Sənəd alveri var ortada. Qutardı getdi. Mən sənəd alvericilərin yanında deyənim ki, salam əleykum, mən də gəlmişəm sizə dəstək verməyə. Zor sənəd satırsınız. Bundan sonra 5-6'sını da satın. Onları ifşa eləmək lazımdır. Zaman gəldikcə onlar da ifşa olunmalıdır. Onların sübutu var mənim əlimdə. Yəni, mən sadəcə biraz bilirsən ki, başım özümə qarışıb. Yəni, hələ ki, o şeydə deyillər. Amma ki, o gün gələcək ki, bunlar ifşa olunacaqlar. Bunlar hansı cinayətlə məşğul olurlar. Bunlar kimləri gətirib qoyublar bura. Başa düşdü? Hakimiyyətdən bunların hansı bağlantıları var? Kimləri bunlar oturum alıblar, saxta oturum. Bunlar niyə bilirlər ortalıqda yoxdular? Nə üçün yoxdular? Sual. Hardasınız? Mən nə qədər adam tanıyıram ki, bu günləri onlara qeydirmə oturum alıblar. Oturuma kimi mitinglərdən bu adamlar çəkinməyiblər. Oturum aldıqdan sonra bu adamları sən bir dənə də olsun mitingdə görə bilməzsən. Bir dənə də olsun bana bu insanlar mitingdə iştirak eləməyiblər. Bunlar oturuma qədər mitingdə idilər. Oturandan sonra gələnlər yarısı Berlinə çıxdı gəldi. Berlin büyükləri, həqiqətən də Berlin büyükləri belə dəlixanadır. AndolAllah. Berlində büyükləri kim var? Bir dənə Əfqan Muxtarlı. Həmin insanların oturumunu əlindən almaq mümkündür də hər halda. O götürsün miqrasiya məşğul olsun da, Alman hökuməti məşğul olsun. Almaniya baxsın, görsün ki, kimlərə oturum verirəm mən. Kimləri vətənə göndərə bilmirəm. Əfqan Muxtarlı, Ələmdar, Ravil də video çəkir. Cəmi 3 nəfər. Qardı getdi. Yoxdur qardaş, mitingə çıxan yoxdur. Mənə sifarişli miting lazımdır. Mənə oturum lazımdır. Mən gəlim bir günləri kiminsə şəklində tutum ki, da var, oturum alacağım. Qardı getdi. Mən eləncə mitingə hərləmirəm. Başa düşdünüz? Hərləmirəm. Saymıram. Qardaş, oturum alandan sonra yoxsuz meydanda. Yoxsuz. Nə vəziyyətə gəlib çıxmışıq? Elə də qəbul eləsin. Yoxsuz meydanda. Varsınız, göstərin özünüzü. Deyin ki, varıq, meydandayıq. Gəlin, bax, artıq başlamışam, başlayırıq. Orxan da çağırış eləyirik də. Gəlin, saxtakarlığı, nə bilim, fırıldaqçılığı qoyun kənara, xalq üçün, millət üçün. Gəlin, yığışağın, birləşəyin. Quran haqqı cəmaatın buna ehtiyacı var. Cəmaat Orxan birləşməmizi istəyir. Bu gün indi biz xalqı qınayırıq ha. Amma xalq da qayıdıb deyir ki, siz Avropada 3 nəfər, 5 nəfər birləşə bilmirsiniz, bizdən birləşmək tələb edir. Düz deyir də adam da. Bu qədər güclər var. Bu qədər güclər var da. Sən, mən, Qabili, osu, busu, hansı ki illərdəndir həyatını, ailəsini, canını təhlükəyə qoyanlar var. Bunları gəlin birləşdirəyin. Sonra yeni insanlardan sonra daha yeni insanlar gələcək. Biz bunları elədikcə Orxan, hakimiyyət çox bərk narahat olacaq. Çox qorxacaq. Mən bunu and içərək, altını cizərək deyirəm ki, hakimiyyətin bu gün qorxduğu biz xaricdəki mühacirətdə olanlardırsa, ən çox qorxduğu bu mühacirətdə olanların birləşməyidir Orxan. Ən çox hakimiyyəti bərk qorxudan budur. Ona görə birləşmək lazım. Nə qədər sayımız çox olsa, bir o qədər İlham Əliyev hakimiyyətini biz sirkələyəcəyik, vəlvəliyə salacağıq. Başa düşürsünüz mü? Və sənin o dediyin məsələ, bu oturum, hamısı onlar ifşa olunmalıdır. Bunlar hamısı yeri gələndə müraciət olunmalıdır. Almaniya Miqrasiya Xidmətinə. Onlar ifşa olunmalıdır. YouTube kanallarımızda, Facebooklarda, sosial şəbəkələrdə hamısı ifşa olunmalıdır. Bu adam bilirsən, Manav, günləri buna həqiqətən də vaxt lazımdır, sərf eləmək lazımdır. Bu çox ciddi bir prosedurdur.
Və bu günləri bu ciddi proseduru həqiqətən də vəkil tutmaq lazımdır. Bu vəkilləri işə salmaq lazımdır ki, bu insanlar hansı işlərinə görə Almaniyada, yaxud İsveçrədə və yaxud da Fransada fərqi yoxdur da qardaş. Hansı ölkədə fərqi yoxdur, hansı işlərinə görə siz bunlara siyasi oturum vermişsiniz. Və bu proseduru işə salmaq lazımdır. Və bunu da qanuni yolla, hüquqi yolla əldə etmək lazımdır və o məhkəmə bir daha qalxızılmalıdır. Ki, qardaş gəl bura gəl, oturum almısan, əcəb eləmirsən, atamın ölkəsi deyil. Bir dənə gəl başa sal girək ki, sən kimisə haqqına niyə girirsən? Siyasi oturum almısansa, sən bu günləri meydanda olmalısan. Yox, mən oturum aldım, mən çəkilirəm qırağa, filan. Yoxdur o söhbət. Almısansa, gedəcəksən. Yəni, budur əsas prinsip, budur əsas məqsəd, budur əsas hədəf. Qardaş, nə vaxta kimi ki, biz bu insanları oturum alıb, qıraqda gizlənənləri meydana yığmayacağıq. Bilirsən nə qədərdir bunlar? Bilirsən nə qədərdir? Dolu. Bu bir nəfər deyil, 2 nəfər deyil, mana. Bu 10 nəfər də deyil, bu 20 nəfər də, bu 100 nəfər də deyil. Deyəsən ki, göz yumasan ki, əhəbi yoxdur. Bunlar çalan deyə çalan, ataş. Bunlar çoxdur. Və bunları siyasi arenaya qaytarmaq lazımdır. Ya öz xoşları ilə qaydacaqlar, ya da biz onları məcbur edəcəyik qaydacaqlar. Yaxşı? Ya da gedib siyasi oturumlarını dəyişib iş oturumlarına baş vuracaqlar. Hansı ki, Orxan, siyasi oturmaların çoxsunun da məqsədi budur da. Bir müddət işləyib, işçi oturmalı Azərbaycana gəlib gəlmək. Yəni, bunu Almaniyada mən şəxsən adamlar tanıyıram ki, belə eləyir. Eləsin. Nə istəyir eləsin, qardaş, siyasi hatdan çıxın. Sizin siyasətdə sizin S hərfində adınız yoxdur. Ona görə ifşa eləmək, Orxan, ən böyük şey iş olar ki, bu adamları... İlham gəlir, ilhamı qarşılayan bizlər. İlham danışır, ilhama paz vuran bizlər. Nə yaxşı, yalan mitingə çıxıb bir də əlinizdə plakat, həyat təhlükəsi olan sizlər, döyülən də biz, söylən də biz, öldürülən də biz. Nətər olur? Bunu vicdanınızda necə sığışdırırsınız? Axşam yatanda başınızı yastığa qoyub nətər rahat yata bilirsiniz siz? Bu biraz vicdan məsələsidir. O hər adamda da olmur. Kimdəsə var, kimdəsə yoxdur. Kimdəsə yoxdur. Sosial şəbəkələr vasitəsilə ifşa olunmalıdır. İfşa olunmalıdır. Qanuni qaydada vəkil tutursan, miqrasiya müraciət, qaldır onun delasını, qutardı getdi. O nə qədər pul olacaq, nə eləyəcək, onu artıq SBB eləyəcək, blogerlər birliyi eləyəcək, nə biləm, danışacaq, kimlərsə o işə pul buraxacaq ki, bunlar ifşa olunmalıdır. Bunların əlindən o oturumlar alınmalıdır. Qutardı getdi. Qutarın bu oyunları, qutarın. Alveri qutarın. Həmin o sənəd alverçiləri. O sənəd alverçilərini sən sübut edə bilməsən, sən bu sənədi satmısan. O sənəd alverçiləri, o mışlara, sən onu sübut edə bilməsən, sən onu satmısan. Satıblar, qutarıb. Başa düşürsən, satıblar, qutarıb. Ona görə də birləşmək istəyirsiniz, əcəb edirsiniz. Qardaş, bu günləri SBB yaranırsa, SBB-nin nizamnaməsi olmalıdır, SBB-nin qaydası olmalıdır, qanunu olmalıdır. Bu günləri hər adam SBB-yə gəlib məlumat toplaya bilməz. Bu günləri SBB-yə gəlib Orxan, Manaf və yaxud da digər blogerlər də SBB-yə qoşulsa, SBB-də bunların planları nədir? Onu siz ömür boyu beyninizdən də keçirtməyin ki, biz Orxanla, Manafın, yaxud da digər blogerlərin başında nə varsa onu oğurlayıb aparacağıq. Olmayacaq o. Niyə? Manaf da pişibəcək bu yolda,
Mən də pişmişəm bu yolda. Əvvəlki sadə Orxandır, əvvəlki sadə Manafdır. Başa düşürsünüz? Day, belə üzr istəyirəm izləyicilərdən. Eşşək palçığa bir dəfə batır, ikinci dəfə batır. Çörəyə qulağımıza yemirik. Nədə? Çox yaxşı tanıyırıq kimin, nə. Heç kimdə Orxanın dediyi kimi o işlərə girə bilməyəcək. Çünki artıq qarşınızda təcrübəli Orxan Manaf var və digər təcrübəli insanlar olacaq. Və burada sırf məqsəd o trolların bir sözü var, qoşulu efirlərdə deyirlər Orxan, cəmaatı niyə qızışdırırsa hakimiyyətə qarşı, dövlətə qarşı. Sırf burada mənim istədiyim Orxan bu tip insanlardır. Cəmaatı qızışdırmaq hakimiyyətə açıq şəkildə. Cəmaatı qızışdırmaq, üsyana qaldırmaq. Mənə bu lazımdır, qardaş. Nala mıxa vuran lazım deyil mənə. Mənə belə şey lazımdır. Hansı ki biz burada deyirik böyük insanlar, böyük başlar. Bu başlar bir araya gələndə böyük bir şey olacaq həqiqətən. Çünki hərəsinin bir düşüncəsi var, hərəsinin bir ideologiya preqmenti var. Hərəsi fərqli şəkildə insanları izah eləyəcək, təşkilatlandıracaq. Hərəsi fərqli şəkildə insanların gözünü açmağa çalışacaq. Mənə belə şey lazımdır, qardaş. Bu böyük başları, böyük gücləri bir araya gətirmək. Çünki mən bilirəm ki, bu böyük başlar bir araya gəlsə, xalq da bir araya gələcək. Xalq gözünü açacaq. Xalq gerçəkləri görəcək. Xalq cəsarət tapacaq. Başa düşürsünüz? Mən buna əminəm. Çünki bunu mən yaşamışam. İllər öncə SBB-nin vaxtından bilirəm mən bunu. Minlərlə biz yadındadır Orxan, SBB bir rayonunda ölkə gündəminə nəzarət eləyirdik. Bütün ölkə mediası, kanallar, TV kanallar, telekanalizasiyalar hamısı bizdən danışırdı. Ölkə gündəmini biz dəyişirdik. Xalq bizi tanıyırdı. Canlı yayıma çıxanda 13 min mən gözümlə şahidi olmuşam. 13 min, 14 min, 16 min nəfər YouTube'da biz canlıya çıxanda eyni anda bizə insan baxırdı YouTube'larda. Minlərlə canlı yayımda bizi insanlar izləyirdi. Biz bu insanları Orxan bir araya gətirmişdik. Biz bu insanlara cəsarət vermişdik. Dünənə kimi Orxan, yadındadırmı? Dünənə kimi nəinki İlhamı bugün Azərbaycanda Mehribanı oturub təhqir eləyirlərdi. Heç adını çəkməyə qorxurlardı. Amma biz blogerlər meydana çıxdıqdan sonra bugün İlham Əliyev və Mehribana nələr deyirlər ölkənin içində? Bu cəsarəti kim verib bu xalqa? Biz vermişik də. Və bugün bu insanlar yenə qayıdacaq. Yenə bir araya gələcək və daha artıq, daha çox xalqa cəsarət verəcək. Bugün bilirsən ki, Orxan, cəmaatın gözünü polislə qorxudublar. Bugün insanlar səsini çıxarmır ki, şəlliyib tutacaqlar. Bugün insanların bir nömrəyə qorxusu İlham Əliyevdirsə, o İlham Əliyevi qoruyan polislərdir. Biz bugün birləşməliyik. Nəyə görə Orxan? Polislərə qarşı mübarizə aparmaq. O qorxu hofu var ha, insanlarımızın bugün içindəki o qorxu hofu. Onu darmadağın eləmək. Evet. Onu xalqın içindən götürmək. Bax, biz bunun üçün birləşməliyik biz. Necə eləyək, nətə eləyək, necə başımızı işlədək ki, cəmaat insanlar polisdən qorxmasın. Avropada yaşayırıq. Burada polis yoxdurmu? Necə insanlar etiraza qalxır? Necə etiraz eləyir? Necə polislə mübarizə aparırlar? Necə polislə üzbəyüz gəlib polisi sustururlar? Yeri gələndə Azərbaycanda bilirsiniz ki, polislər əgər vətəndaşa qarşı zor gücdən istifadə olursa, yeri gələndə vətəndaşa çağırış eləməlidir ki, sən niyə qoymasan vətəndaş səni zor tətbiq eləsin, səni vursun? Sənin əlin armud toplayır. Ona görə əsas bugün cəmaət biz birinci birləşməliyik. Sonra da insanları polis, İlham Əliyevin o bilirsən də o bardiyor da, o sət. Polis bugün İlham Əliyev üçün bir şeydir, bir divardır. O divarı biz aşmalıyıq. Qoruma divarı. O qoruma. Bugün açıq deyək də. Bax, İlham Əliyevi bugün qoruyan kimdir? Polis də. Və kstati İlham Əliyev daxili qoşunları öz tabeliyi altına keçirdi. Yəni bilirsən, İlham Əliyev bunu elə belə eləməz. Demək ki, bu adamın içində bir qorxu hissi var ki, niyə görə daxili qoşunları öz tabeliyinə keçirir? Adam 5 ildir sərhədləri bağlı saxlayır. Və nədən saxlayır? Avropadakı blogerlər hər an ölkədə ixtişaş törədə bilərlər. Bunu mən demirəm. Bunu Milli Məclisdə o Zahid Oruz deyir. Gör nə gündədirlər. Görürsünüzmü? Qorxurlar da Orxan, qorxurlar. Məsələ burasındadır ki, bu günləri
millət anlamalıdır ki, qardaş, bunlar xalqın tərəfində olan insanlar var və öz mənafeyinə danışan insanlar var. Öz gələcəyi üçün danışan insanlar var. Qardaş, mən xalqın tərəfindəyəm. Mən xalqın kasıb evladıyam. Mən bilirəm ki, Manaf da xalqın kasıb evladıdır və biz xalqımız üçün danışırıq. Mən heç kimdən, heç vaxt pul almamışam, maliyyələşməmişəm heç kimdən. Başa düşürsünüz? Amma bu günləri insanlar var ki, maliyyələşiblər. Biz də bilirik kimlər də olar. İnsanlar var ki, bir əli onların cibində olur. Biz də bilirik kimdə olar. Və amma siz heç vaxt sübut eləyə bilməzsəniz ki, həmin insanlar kimdənsə pul alır. Başa düşürsünüz? Hətta o insanlara deyirsən ki, halal olsun. Bax, bu xalq üçün mübarizə apar. Nəysə Orxan, bu şey yox da yəni olub belə bir söhbətlər. Yəni biz sadəcə bir xalqa bir kiçik bir mesaj ötürürük də ki, həqiqi insanlar burdadır. Dürüst insanlar, satılmayan, əqidəsini pula satmayan insanlar bax burada oturubdu. Burada oturubdu. Bu hakimiyyət bilmir ki, o bizi pulla ala bilmədi. Vurdu bizi, yəni də qorxuda bilmədi. Nə bilim, ailəmizi dağıtdı, yəni də çəkindirə bilmədi. Yəni ki, bunlar bunu hesablamırlar ki, bunlar həqiqətən də öz millətini sevirlər də, həqiqətən də öz milləti üçün çalışır da bunlar. Yəni, bəziləri kimi biz də gəlib yarım milyon alıb çəkilərdik qırağa. Yəni, bizim neyimiz alaz? Və yaxud da aylıq tasa oturub, çıxıb oyun oynaya bilərdik. Amma inandırım sizə, ay millət, and içərək. Yəni, Orxanın adına da danışıram ki, bizə də zamanında pullar təklif olunub. Amma nə olsun ki? Çünki bizim əqidəmiz, bizim, belə deyim də, bizim namusumuz, qeyrətimiz pula satılmayıb, satılmayacaq da. Bugün əgər sən hakimiyyətin o qəpik quruşuna satırsın, demək sən öz namusunu da satarsan. Bunu demək istəyirəm mən. Bu haqda da çox danışmaq istəmirəm və buradan çağırış eləyirəm. Orxanla birlikdə Qabil, digər blogerlər, digər siyasi fəallar, hakimiyyətə nifrət edənlər, hakimiyyətdən zəhləsi gedənlər, bu rejimin getməsini istəyənlər, hansı ki, bugün tanıdığımız və tanımadığımız insanlar və Orxan, hakimiyyət həqiqətən onlara, onların ailəsinə, özünə nələr eləyibdir? O insanlara çağırış eləyirəm. Gəlin, birləşəyin. Birləşəyin. İnandırım sizi, birləşdikdən sonra çox yaxşı şeylər baş verəcək. Xalqın gözü. Sənin bu çıxışından sonra kimlər sənə zəng edəcək və hansı blogerlər gəlib birləşmək istəyəcək? Baxaq. Orxan, birləşmək istəyən çox olacaq. İndi burada bir məsələ var da, məqsəd nədir? Əlbəttə ki, birləşmək istəyən çox olacaq, aramıza girmək istəyən çox olacaq. Yəni, sən uşaq dörsən. Amma o insanlara buradan deyirəm ki, yox. Burada bizim məqsədimiz başqadır. Sənin məqsədin başqadırsa, bizim məqsədimiz ortadadır. Şimdi danışarıq. Qabil Nəzarla danışarıq. Görək Qabil nə deyir. Elşadla da danışarıq. Görək Elşad nə deyir. İnsanları, blogerləri hər birinə mən kimə lazımdır çıxım, sən kimə lazımdır çıx. Biz dəvətimizi göndərək. Bəli, dəvət göndərməliyik. Biz dəvətimizi göndərək. Qəbul eləyərlərsə nə xoş, qəbul eləməzlərsə qəmlərikəm. Qardaş, biz hamıya açığıq. Yalnız mən öz şərtimi dedim. Təhqir eləyən, yəni qırmızı xəttləri keçən insanlar orada olmamaq şərti ilə. Vəssalam. Mən başa düşürəm Orxan, həqiqətən bir həssas məsələdir. Ona görə mən hörmət edirəm sənin fikrinə. Mən yeri gəlmişəm, Nadirlə də danışmışam, digər güvəndiyim insanlar var, onlarla da danışmışam. Çoxaltmağa çalışıram Orxan, çox insan olsun Orxan. Olsun, ləyaqətli insanlar olsun. Ləyaqətli mən əmin olduğum, güvəndiyim, sənin kimi dürüst insanlar. Satmasınlar adamı. Yox, yox. Burada həm də bir şey fikirləş Orxan. Bilirsən ki, iki baş bir başdan daha üstündür.
Dedi. Amma yaxşı baş. Kimsə bizim anamızın goruna söyübsə, həmin adamla birləşək? Yox, estağfurullah, estağfurullah. Yox, estağfurullah. Yox, mən də razı deyiləm elə insanlarla birləşməyə. Yox. Əssalam Allah. Əgər Burada yoxdursa, deməli birləşmək olar. sərhəddi keçmiş insanlardan olmaz. Burada mən onu demək istəyirəm ki, yəni pula satılmayacaq. Əsas məsələ odur Orxan. Əsas məsələ. Mən pula satılmayacaq insanlar istəyirəm Orxan. Çünki Quran haqqı baxıram, cəmaatın ehtiyacı var Orxan. Quran haqqı cəmaatın birləşməyimizə ehtiyacı var. Bildim. Onu zaman göstərəcək. Onlar pula satılacaqlar, yoxsa yox. Onun şərtimiz var da, vətən xaini söyüşdən yola salmaq. Bu nəfs söhbətidir, mənə bilirsən. Bu hər bir insanın içində olan nəfsi var. O nəfsə qalib gəlmək var, məğlub olmaq var. Yəni o insana elə bir pul təklif eləyərlər ki, yəni bizə yarım milyon təklif eləyiblər, biz satılmamışıq. Demək o qiyməti yarım milyondur da o adamın. Həm məsələn deyirəm də, ümumiyyətlə yarım milyon veriblər, satılmamışıq. Amma o götürənlər var ki, məsələn 100 min alıbdı. Onun qiyməti 100 mindir da demək. Güz gələ bilməyib də, o alıb onu. Amma biz almamışıq. Niyə? Çünki bizim qiymətimiz yoxdur. Başa düşürsən? Bizim qiymətimiz yoxdur. Biz elə bir dəyərə sahibik, elə bir qiymətə sahibik ki, onu heç kim ala bilməz. Hər kəs alır. Onun adı əqidədir. Onun adı Orxan əqidədir ki, hansı ki onu mümkün deyil almaq. Bəli. Oldu bana. Mən çıxıram. Onda danış. İnsanlara məlumat ver. Mən də danışaram blogerlərlə. Görüm indi onlar nə deyirlər. Yəqin ki, ya sabahda, ya bir gündə və uyğun vaxt tapıb biz canlı yayım eləyib çalışaraq ki, insanları birləşdirək. Mən də, sən də danışıqlara başda, mən də məsələn bildiyimiz, tanıdığımız, güvəndiyimiz insanlarla danışacağam. Yaxın gələcəkdə, tezliklə, yaxın günlər ərzində yavaş-yavaş 1-1, 2-2, 3-3, 4-4, 5-5 artıq birləşməyə doğru gedəcək. Bir baxacaq ki, artıq 10 nəfər birlikdə bir canlı yayım açacaq, hansı ki, yadındanmı? Bir neçə il bundan qabaq bunu eləyirdik. Amma yenə deyirəm Orxan, təkrar eləyirəm. Və buradan xalqa söz vermiş kimi deyirəm. Burada qardaş, sən də deyərsən, digər insan. Burada məqsəd oyun oynamaq yox, sırf doğru, təmiz, düzgün, şərəfli, namuslu, qeyrətli bir mübarizə yolu üçün biz birləşəcəyik. Mənim yolum zaten odur. Mən ona görə səni çağırmışam, ona görə sənə təklif göndərmişəm. Və sən də bu qaydada davam elə. Digər insanlara yavaş-yavaş Orxan birləşmək lazımdır. Quran haqqı. Bax, mən sənə bir dənə söz deyim, ha. İndi biz bugün canlı yayım açdıq. Sən digər, məsələn, Qabilə xəbər eləyəsən, mən digər, məsələn, Nadirə və digər dostlara xəbər eləyəcəm. Orxan, çox narahat olanlar var, Orxan. Çox bərk narahat olanlar var, Orxan. Olsun. Qurana and olsun, bax, o yaradana and olsun deyirəm, Orxan. Hakimiyyətin ən çox qorxduğu bizim birləşməyimizdir. Tulaların veriblər qabağa. Çox narahat olurlar. Bunu dedim özüm. Olsunlar. Onlar elə narahat olsunlar ki, narahatçılığa həqiqətən də dəyər. Minnətdaram, təşəkkür. Mesajlar dağılır Orxan. Narahat olanlar var. Öpürəm. Hər bir oldu Orxan. Təşəkkür. Hər gün canlı yayımlar, hər gün yavaş-yavaş sayımız artmağa doğru. Var ol. Sağ olun. Sağ ol, öpürəm Orxan. Var ol, sağ ol. Belə dostlar, bugün Orxanla canlı yayım. Sabah bilmək olmaz. Falan kəsdən, birisi gün falan kəsdən, o birisi gün bir baxdıq falan kəslər bir yerdə biz canlı yayıma çıxdıq. Azərbaycan hakimiyyəti. Məni tanıyanlar, çünki mən birinci özümü tanıyıram. Mən öz əqidəmə, öz dürüstlüyümə əminəm. Azərbaycan xalqı. Bilirəm, bax buradan məni izləyənlər. Videonu bəyənin də, bir dənə like düyməsini basın da, nə olar ki? Bir dənə like düyməsini bassaz gör, nə olacaq ki? Mən bilirəm ki, burada necə xoşdur, hə?
blogerlərin bir arada olması. Yəqin ki, bunu çox adam istəyir də dostlar, elə deyilmi? Ay millət, bunu istəməyən varmı ki? Bunu kim istəməyə bilər? Bunu kim istəməyə bilər? Kim istəməyə bilər? Bax, mən sizə sual verirəm. Kim istəməyə bilər blogerlərin bir araya gəlməməsini? Hakimiyyət. Çünki blogerlərin bir araya gəlməsi dostlar, nə deməkdir? Hakimiyyəti qorxu, təhlükə və xalqın gözünü açmaq. Dedim axı, Orxanın başqa cür siyasi beyni var. Mənim başqa cür, Qabil başqa cür, hərə başqa cürdür. Bu başlar bir araya gələndə bir şey olacaq. Mən elə belə o sözü demədim. Elə belə keçmişə qayıtmadım. Bir zamanlar, çox uzağa getməyə, bir neçə il qabaq, ölkə gündəmini biz dəyişirdik, biz idarə eləyirdik. Xalq, blogerlər deyirdi. Qubanın İmişlinin hansısa kəndində oturub Diktator TV-ni, Hüseyin TV-ni izləyirlərdi. Nə oldu? Oldu indi. Kimləri soxdular, pulla satın aldılar, dağıtdılar, fitnə fəsad saldılar. Amma mən buna imkan verməyəcəm. Mən buna imkan verməyəcəm. Satılanı, pulla ələ alınanı özüm şəxsən şey eləyəcəm. Damğasını qoyub göndərəcəm. Kim bir nəfər satılmadı, elə bilməsin ki, hakimiyyət o bir nəfəri satın aldı, dağılacaq, dağılmayacaq. O bir nəfərin yerinə başqa bir nəfəri gətirəcəm ora. Başa düşdünüz? Bəyənin, paylaşın. Like düyməsini basın. Efiri bəyənin, paylaşın. Blogerlər birləşir dostlar. Xalq bunu istəyir. Xalq bunu tərbiyə eləyir. Xalqın buna ehtiyacı var. Ölkəmizin buna ehtiyacı var dostlar. Ölkəmizin buna ehtiyacı var. Ölkəmiz yad ellərin işğalı altındadır. Baş keçənlərin işğalı altındadır. Pedofillərin, nə bilim, pedarazların işğalı altındadır. Narkomanların işğalı altındadır. Əxlaqsızların işğalı altındadır bugün ölkəmiz. Bu ölkəni xilas eləmək lazımdır ay millət. Mütləq. Bəyənin, paylaşın.